Buradan hər kəs salamlayıram. Ustalara sual vermək istəyirəm. Bu kəsimləri neçəyə işləyirsiniz? Gördüyünüz kimi hamısı xırda-xırda kəsimlərdir də. İndi mən bu obyektdə ancaq 6 dənə hamamda, 6-sı da yəni 4-ünün yerini işləmişəm də. Bu 5-ci hamamdır. Ancaq bu belə kəsintidə, yəni videolarda bilinir də. Bundan xırdalar da var. Prosta qiymət bilmək istəyirəm. Görüm doğrudan da yazırlar, video paylaşıram, yazırlar ki, baha işləyirsən. Görüm doğrudan da baha işləyirəm mən. Yəni elə böyük məbləğə işləmirəm. Otururlar biri hesab çıxardır. Ayla yazanlar var direktdə ki, sən bu qədər qazanırsan. Bu işin əziyyətinin, yəni işçiliyi var, bunun məsuliyyəti var. Bilmirlər, başa düşmürlər. Sadəcə bilmək istəyirəm ki, neçə işləyirsiniz? Doğrudan baha işləyirəm, yoxsa yox, normal qiymətə işləyirəm.